Bizə verib kalium yod və bromla reaksiyası var. Buradan kalium, brom və yod alınacaq. Əmsallaşdı. Bura 2, bura 2. Deməli, kalium yodun kütləsi bizə verib M. Alınan reaksiyaya girən kütlə də M çıxılsın 86-dır. Normalda kalium yodun 127 ilə 39-un cəmi. Deməli, kalium yodun burada kütləsi olacaq 127 ilə 39-un cəmi 2 vurulsun 166. Brom da olacaq 2 vur 80, yəni 160. Bunların arasındakı fərq eləyəcək 172. İndi buradan reaksiyadan alınan bəsit maddə yodun kütləsini soruşur X. İndi belə bir məsələ var. 100 buradan yazım. 172 fərqə yodunda 127-ni vuraq 2-yə. 254-dür. Bizdə 86 fərqə X-dir. Buradan X eləcək 127. Cavabımız 127. Belə deyək də, normalda bunlar arasında fərq 172-dir və 254 qram yod alınıb bəsit maddə. Bizə verilən 86 fərqə X-dir, X da 127.